Değerli izləyicilər, əziz xanımlar, hər birinizi kanalımda salamlayıram. Bu günləri qəşəng piraşkilər hazırlamışam. Piraşkilərin xəmirinin tərkibində maya yoxdur. Deməli, qatıqla soda var tərkibində. Çox da gözəl piraşkilər alındı. Burada kəsəndə də görünür ki, deməli xəmirimiz rezin kimi dartılan xəmirdir. Yəni əla bir sözlə piraşkilər alınıb. Siz də bu cür piraşkilər hazırlamaq istəyirsinizsə, ekrana yaxın əyləşin, videonu sona qədər izləyin, abunə deyilsinizsə abunə olun, dəstək olun. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan yarım su, 1 stəkan qatıq, 1 çay qaşığı duz, 1 çay qaşığı soda, 2 ədəd ağlı sarlı yumurta, 1 çay qaşığı da şəkər tozu. Əlavə edib bunları qəşəng qarışdırıram. Qarışdırandan sonra ununu əlavə edirəm. Burada mən unun qədərini deməyəcəm əziz xanımlar. Yəni ona görə ki, qatığımız biraz sulu, biraz möhkəm qatıq ola bilər. Yəni mən burada dəqiq ölçü desəm, sonra xanımlar eyni ölçü ilə unu əlavə edəcək. Sonra deyəcək ki, məsəl üçün burada sən düz demədin, bu qədər un yox, bu qədər getdi məsələn. Ona görə yumurtanın da böyük kiçikliyindən asılı olaraq, qatığın sulu olub olmamasından asılı olaraq mən elə ən rahat deyim ki, apardığı qədər un istifadə edirsiniz burada. Xəmiri qəşəng yoğururam. Sonda da hardasa bir 2-3 xörək qaşığı qədər də duru yağ əlavə edirəm. Amma qeyd edeyim ki, bizim xəmirimiz burada yumşaqdır. Yəni normal xəmir kimi deyil, normal xəmirdən yumşaq xəmirdir. Çox yumşaq xəmirdir də belə deyək. Qoyuram xəmiri bir kənara. Ondan sonra əvvəlcədən kartofu qoymuşdum qaynamağa. İçliyində deməli mən burada içliyi 1 kiloqram kartof içliyi istifadə eləmişəm. Daha doğrusu kartofu soyub qaynatmışam. İçərisinə qoymaq üçün 1 kiloqram kartof. Qəşəng bunu əzirəm qaynayandan sonra. Kərə yağı da atıram içərisinə. Duzunu, istiotunu əlavə edirəm. Bir 3 orta boylu baş, 3 baş belə soğanı da soğan dağ eləmişdim. Dağ eləmişəm soğanı. Onu da əlavə elədim kartofun içərisinə. Siz istəsəniz soğansız da hazırlaya bilərsiniz. Damaq dadınıza görə də duzunu, istiotunu özünüz ayarlaya bilərsiniz. Hətta buna şüyüd qatılsa da daha dadlı olar. Yəni mənim əlimin altında şüyüd olmadığına görə mən qatmadım. Xəmiri də demək olar ki, yəni mayasız olduğuna görə gözləməyə çox ehtiyac yoxdur. Yəni ki, deyim xəmiri elədiyim 1 saat, 2 saat, yarım saat, 40 dəqiqə gözləyim, yox. Xəmiri elə bil buradan elədim. İçliyi əzən kimi təzədən xəmirləri başladım, xəmiri kündələməyə başladım daha doğrusu. Sonra başladım piraşkiləri hazırlamağa. Burada böyük kiçikliyi piraşkilərin sizin özünüzdən asılıdır. Yəni hansı böyüklükdə istəsəniz hazırlaya bilərsiniz. Burada diqqət edirsinizsə xəmirim yumşaq olduğuna görə bax mən un səpdim. Ondan sonra kündələri bir-bir yayıb içliyə yığıram. Yəni xəmirimiz yumşaq olduğuna görə undan istifadə etməyə heç də qorxmayın, yəni narahat olmayın. Normal elə dəzgahın üzərinə un səpib işinizi rahat görə bilərsiniz. Gördüyünüz formada əlimlə açıram. Hətta siz istəsəniz oxlovla da aça bilərsiniz. Kündələri içliyə yığıb və qıraqlarını yaxşı möhkəm birləşdirirəm ki, bişəndə açılmasın. Unla bu cür işləmək daha rahatdır. Adətən piraşkini hərdən olur ki, mən mayalı piraşki hazırlayanda xəmiri unla yox, daha çox yağla, elə bir duru yağı əlimi batırıram, dəzgahın üzərinə duru yağ çəkib piraşkiləri hazırlayıram. Amma burada elə unla rahat-rahat işimi görürəm. İçlikləri yığandan sonra gördüyünüz kimi bir damcı oxlovla, yəni çox yaymağa ehtiyac yoxdur. Çox yayanda xəmir nazikləşir, elə bil içi daşa bilir. Hətta hərdən bir ikisi oldu ki, elə bil məndə xəmir elə bir biraz deşilir, çox nazik olanda. Yüngülvari belə yastıladırsınız piraşkini. Ondan sonra qaynar yağın içərisinə atırsınız. Yəni bildiyimiz kimi qaynar yağda o öz qızardırsınız. Piraşkilər hazır olur. Əziz xanımlar, o qədər rahat, o qədər yəni tez başa gəlir ki, mayalı məsəl üçün xəmirdən piraşki hazırlayanda xəmiri eləyirsən, adətən kartofun suyunda xəmir eləyirəm mən, o da çox gözəl xəmir olur, düzdür. Hətta xəmirə mən mayonez də qatıram çox vaxtı. Bu isə belə xəmirdir ki, elə bil oradan xəmir elə, oradan da tez bazar piraşkini pişir. Yəni adamın vaxtını almır, çox rahat, tez başa gəlir də bu xəmirlə piraşki. İnanıram ki, siz də bu cür hazırlasanız çox bəyənəcəksiniz. Yəni tənbəllik eləməyəcəksiniz bundan sonra piraşki hazırlamağa bu cür xəmirlə. İnşallah ki, bəyəndiniz videonu. Ona görə də bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.